Yardımlıda kürəkən qaynatasının başına daşla vurdu. Hadisə rayonunun Şəfəqli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 58 yaşlı Nemət Sultanov başından xəsarət alıb. Qafqaz İnfoya müraciət edən zərər çəkmiş, ona kürəkəni tərəfindən xəsarət yetirildiyini bildirib. Onun sözlərinə görə, kəndin mərkəzində olduğu zaman kürəkəni Tahir Qiyasov arxadan ona daşla zərbə endirib. Yerə yıxılmasına istifadə edərək başına yumruqla zərbə endirərək qaçıb. Kürəkəninin məsuliyyətə cəlb edilməsini tələb edən qaynata kürəkəni ilə bağlı polisə müraciət edib. Onun tutulmasını və ağır cəza verilməsini tələb edib. Nemət Sultanovun sözlərinə görə kürəkəni ilə qızı arasında bəzi söz-söhbətlər olub. Lakin o heç vaxt onların şəxsi həyatına qarışmayıb və bir söz deməyib. İddialarla bağlı Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupuna verilən məlumata görə faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qərar veriləcək.